Salam dostlar, videoya xoş gəldiniz. Bugün 15.000 taş turnuvasını oynayırıq. Keçək oyunlara. Hələ oynamamışam, ilk oyunumdur. Deməli, burada birinci əsas məntiq varili seçdim. Burada olan ikisini dante olmaqdan ötürü çarpmanı götürə bilərəm. Sonra yaramaz götürək. Koruma götürdüm. Fişəkçi götürək. Sonra nə götürmək olar? Əslində cəllad götürmək olar, cəlladı götürək. Burada iskeletlər götürmək olar haydut üçün. Top götürək, sonra iskeletlər götürək. Və büyük büyü almadım, məncə ehtiyac yoxdur büyük büyü. İndi atak kartı götürməliyəm. Atak kartı buradan nə götürə bilərəm? Götürək mühafizlər. Görək adam da götürür. Adam atak kartı götürmədi. Bol şans deyək. Oyuna başlayaq. Qabaqdan bir yaramaz ataq. Yaxşı oldu bu. İskelet ataq. Mühafizlər də basmaq olar aslında. Fişəkçini cərəsi orada bir ehtimal. Varil basmaq ehtiyac yoxdur. Ortadan bir cəllad basmaq olar verəm. Şövalye heç nə atmaq istəmirəm. Arxadan fişəkçi basaq. Sonra yaramaz. Varil. Burada bir iskeletlər basmaq olar. Burada haydut vurmaz. İndi mühafizlər basaq. Bu mega çəkiliş oyunun məncə ən ədalətli sistemindən biridir. Tam ədalətli demək olmaz. Çünki məsələn boss saydı sonra gələndə ilk ələ gələn götürür onu. Ona görə tam ədalətli olmaz. Amma digərlərinin nisbətən ən ədalətli yer buradır. Belə bir iskelet basaq yaramaz ölməsin. Qabaqdan mühafizlər basaq. Fişəkçi basaq şurada. Oy necə oldu? Neyse. Cəllad basmaq var buradan. Yaramaz. Biz player vurmalıyız çünki heç vuramıyorum şöyle ki. Burada yine top basa ortadan vurmasın domuz olsa. Sonra buradan bir cəllad basmaq var. Yaramaz. Fişəkçi, şövalye basar. Məncə. Fişəkçi bu da qoruya bilər aslında. Yani iyi oyun dedi.
Yine ilk elden bize verdi. Burada kartopunu seçelim. Pekka seçtim. Skelet götürək. Aslında koruma götürsəm daha yaxşı olardı. Neyse. Burada kraliçe götürüm. Çarpma götürdüm. Sonra aşağı vururum. Ben ne götürürüm buradan. Aslında korumanı götürmem var. Sonra tank kartı lazımdır bize. Deməli, bunu götürmem var. Bu axır vaxtlar MTG biraz yaxşı kart. O da skelet kral götürdüm. Cehenneme üzerim. Ona anti olmaq lazımdır. Əslində göyə vuran bir kart lazımdır. Elektro büyücü götürək. Büyük yoxdur. Ona görə nə rəqib alandı, nə mən. Clash Royale əslində boşluğu büyük kimi görür. Amma əslində deyil. Atak kartını götürürüm. Ən axırda götürsəm daha yaxşı olardı. Çünki bina götürəsə ona böyük ehtimal. Ona da bina götürsəm nə alarıq? İskelet tutsam olur. Adam görürsən AFK qaldı. İndi götürüm məncə. Yox, AFK qalmayıb. Bol şans deyil. Oyuna başlayaq. Bina kartı yoxdur deyə əslində Kosmin üçün promo atmaq olar. Atak şöhrətini göstərir. Götürmüşdü o topu. Görməmişim, yadımda deyil. Belə bir şey nə var? Çarpması çıxdı, iskelet çıtsın atım. Oradan Şəkin almaq bilən aslında olar. Böyle bir şey ver. Özellik satmıyorsa böyle ihtimal. Yeteşre yoktu. Goblin makinesi atar. Yerinde bir kart atar. Kuleye vurar eşraf mesela. Eşraf vurdu. Elektro atar. Sonra böyle bir koşucu. Pekka yine iskelet atar. Evet onlar. Qəşəng oldu. Bir qabaqdan arxadan basmasaydım etdiyini vurmuştum. Her şey əlindən çıxdığına görə, yəni bina Antoine her şey çıxdı iskelet.
Şəklini döndürdü yine. Böyle bir şeyler. Şəksi hərəkəşini olsun istəmirəm. Ortadan itirəcə basacağım. Eşək. Vaxtında bir özellik. Goblin makinesini biraz sıxaq. Fişək çatası böyük ihtimal. Atmadı. Fişəkini qartopu ilə öldürməyə çalışaq. Belə bir elektron. Ana kuləni açar. Goblin makinesi. Özellik məncə yersiz orada. Çünki onsuz elektro var idi. Belə bir şeydir. Ortadan ulaşmalar. Arkadan çıxaq. Ortadan ejder. Vaxtında özellik basarıq. Bu vurmasın. Böyle bir şeyler yine. Elektro atar. Bir şey. Burada özellik basma ihtiyaç yoktur. Hele yoktur. Böyle bir şeyler. Sonra kesecek. Bunu böyle. Şey sonra biraz problem yaratırlar. Özelliği yaratılır. Şimdi basabiliriz. Sözler basabiliriz. Şef öldürme adamı. Şimdi böyle bir şeyler. 15 saniyede sözleri. Raket de vurdu Goblin kızı. Özellik. Koruma. Bir bu oyun əvvəlki nisbətən daha maraqlı idi. Üçüncü oyuna keçə bilərik. 2 qalibiyyət, 0 məğlubiyyətlə irəliləyirik. Tomruğu götürək. Çünki tomruq 2 iksirə dəyən ən güclü kartdır. Raket götürdü. Başqa da böyük zehir var. Zehri götürmək olar. Amma hələ ki götürmürəm. Ne götürək? Çeti götürmək olar. Çünki tomruq bizdədir. Sonra zehri də götürək. Kartopu götürdü. Seti tək atmır. Hələ şeydə problem yoxdur. Avucu götürdü. Biz ne götürək? Şövalye götürmək olar ya da balıqçı. Hər iki şövalyeni götürək. Tank kartımız olsun. Sonra ne götürmək olar? Göğe vuran bir kart olsun. Ona göre anka götürmək olar. Tank əritmək də yaxşıdır. Çünki avcı götürdüsə beyt dəstə vurmaz böyük ehtimal. O da buz büyütüsünü götürdü. Top götürdü. Top götürdüsə madenci götürək. Çünki madenci tam atak kartı deyil. Amma o şeyi götürə bilər, kraliyet devini. Ona görə balıqçını biz indidən götürək.
Atak kartını götürərəm. Götürmədi onu. Biz nə götürək? Fırın götürmək olar əslində, amma fırın zəif kartdır. Burada köstəbək götürək. Çünki bina kartına işi olmayan dəstəyi qurdum ki, bina kartı boş yerə götürmüş olsun. O kraliyyətləri də götürdü. Biraz yaxşı olmadı, amma məncə çox zirvədəli oldu onunla. Yəni çox ağır dəstə qurdu. Belə bir tomraq ataq. Çətəni bölək. Tam yaxşı bölmədim. Neyse. Kart ata bilər. Nə yazsın? Get də get. Siz deyirsən nağarırsan burada. Neyse. Şövalye ataq. Onun qabağını kraliyyətə gələ bilər. Balıqçını seçək. Anka. Balıqçı nə çəkdin? Balıqçı yenə işindədir. Həmişə kimi işini görür balıqçının. Belə bir tomruk ataq. Madenci. Bu da yaxşı gedir aslında. Müdafiə edəməyə bilər. O kuş da çıxastı. Qəşəng. Onun qabağına şey gələ bilər. Kraliyyət də gələ bilər. Şövalye basar. Çete. Sonra belə bir danışa bilmədim. Hər dəfə tomrukla vurmağa çalışıyorum. Madenci də ataq bizim dəstəyin güldü ona görə. Bir ikisi də vura yəni oynaqına qədər vura bildiyimdə də vurmalıyım. İkisi səsənir. Anka, balıqçı, Ankanı kəş biraz yaxın atardım. Belə bir çete ataq. Varil. Belə bir madenci attım. Komplasın diye zehir atmaq var. Bilmiyorum sonra zehir döndürmək var, amma adamda da kraliyyətləri var, ters düşərdi biraz. Şövalye ataq kraliyyətlərinə qarşı. Köstəbəyə həvəşi buraxdım. Balıqçı ilə çəkək. Çete. Tomruk. Şövalye. Müdafiə olmadı. Belə bir zəhir də ataq. Qəşəng. Kuləni aldıq böyləsinə. Qəşəng. İnanın deyək. Son video idi. 3 video oynadım. Çalışacağım ondan sonra da oynayıb atım. İzlədiyinizə görə təşəkkür ederim. Sağ olun. Özünüzə yaxşı baxın.